Sevgilim canım yandı çok hayat yüzünden. Senin suçun yok. Ben öğretilenlere hiç karşı koymazdım, hayır demezdim. Adanmış aşklar yaşar, ölürüm derdim ama ölmezdim. Şimdi başka bahar, gönül ışığı gördüm. Şimdi aşklar kadar kalp kendine döndü. Şimdi başka bahar, gönül ışığı gördüm. Şimdi aşklar kadar kalp kendine döndü. Yeniden buluşalım, kalbim bir daha barışalım. Senle küsmeyelim hayatta asla, hadi gel anlaşalım. Yeniden buluşalım, kalbim bir daha barışalım. Senle küsmeyelim hayatta asla, hadi gel anlaşalım. Her insan biraz romandır, kahramandır, biraz yalandır. Gün gelir anlar ki en çok harcadığı şey zamandır. Şimdi başka bahar, gönül ışığı gördüm. Şimdi aşklar kadar kalp kendine döndü. Şimdi başka aşklar kadar kalp kendine döndü. Teşekkür ederim, çok sağ olun. Anastasiya. İlk dəfədir ki, biz Nastiyanı Türk dilində bir ifa edən görürük. Finala doğru bax belədir, iştirakçılar daha fərqli tərəflərini ortaya çıxarmağa çalışırlar. İndi görək, ustadlar bu fərqliliyi necə qiymətləndirəcəklər? Murad, başlayaq sizinlə. Təşəkkür edirəm, çox sağ olun. Bu bir Sezen Aksu mahnısıdır, səhv eləmirəmsə. Yox, İşin Karaca. Yox, mahnının müəllifi. Doğrudan. Hə, bəli, bəli. Sezen Aksu nəğməsidir, özü də İşin Karacanın. Amma mən başqa bir şeydən O işlərə danışmaq siz istəyirəm. baxırsınız da, Murad, bizə niyə soruşursunuz? Mən Zülfiyə Xanbabayevaya öz sevgimi və ehtiramımı növbət dəfə ifadə etmək istəyirəm. Çünki Anastasiya güclü iştirakçı kimi gəldi. Güclü iştirakçı kimi devam etdi. Ama mən şəxsən heç onun səsində İşin Karaca rəngini sezməmişdim. Bu nəğmədə isə mən həqiqətən də İşin Karaca ilə o səsin yaxınlığını duydum, hiss etdim. Və bu hesab edirəm ki, ustadın tapıntısıdır. Və bu münasibətlə ilk növbədə Zülfiyə xanım sizi təbrik edirəm. Nastya, sizi daha necə təbrik edəm? Səs var. Sərbəstlik var, rahatlıq var, təbiilik, naturallıq var. Bunu mən sizdə o qədər çox bəyənirəm. Təbrik edirəm, bu nömrəni bəyənirəm və sizi alqışlayıram. Yatsaydım yuxuma Danışın, gəlməzdi. danışın. Yatsaydım yuxuma gəlməzdi. Çünki yadındadır bizim komandada iki uşaq Türkmans oxuyanda. Dedin ki, Tima üçün dedin, amma heç biz şoka düşməməliydik. Çünki ikisi də Azərbaycanlıdır və nə qədər onlar stres keçirmişlər onu oxumaq üçün. Amma Nastya, bilirsən, yəni səni təbrik edirəm, Hürrəm Sultan. Səni təbrik edirəm, çünki səni təbrik edirəm quzum. Sən yenilik gətirdin. Ümumiyyətlə bugün Zülfiyə xanımın deyəsən komandası məni o qədər şoka salır ki, öz komandam barəsində qorxmağa başlamışam. Buyurun Eldar. Siz hətta ayaq üstə rəqs eləyərək Çünkü o kadar enerji var idi.
Nastya, mən sizi təbrik eləyirəm. Enerji, dostlarım hər şeyi deyiblər artıq, bilmirəm nə əlavə eləyim. Enerji, sərbəstlik, sadəlik sözün yaxşı mənasında, səhnəyə, mahnıya hakimlik çox gözəl idi. Təbrik eləyirəm. Bu layihəyə Nastya kimi iştirakçılar çox vacibdir, çox lazımdır. Nastya, biz sizinlə başqa baharda yox. Birazdan elə bu belə deyək, buraxılışda görüşəcəyik, amma hələ ki kulisdə gözləyirsiniz.